Salam, hoş gördüm sizləri. Mən bugün sizə paxlava reseptiyle gəlmişəm. Ümid edirəm ki, bəyənərsiniz, izləyərsiniz. Əvvəl 500 qram quz götürürəm. Onu txovkada qovururam. Qovuranda ləzzətli olur. Paxlavanın içi, dadı. Blendera tökürəm, çox narın etməmək şərti ilə blenderdan keçirirəm qozları. Yenə də təkrar edirəm, 500 qram mən qoz götürmüşəm. 500 qram qoza 400 qram pesok əlavə edirəm. Çox şirin olmur, onda çox yaxşı olur dadı, ləzzəti. 400 qram pesok əlavə edirəm. Yaxşıca qarışdırıram. Bir çay qaşığı hil, bir çay qaşığı çeşniş toxumu. Üyüdülmüş çeşniş toxumu. Çeşniş toxumu şəkər buraya paxlavaya xüsusi ləzzət verir. Şərbəti üçün 2 stəkan pesok, 1 stəkan su, yarım limon əlavə edirəm. Qaynara düşüb 15 dəqiqə qaynayandan sonra altını söndürürəm. Xəttə atıram içinə zövqə görə. İstəsəz siz də tökə bilərsiniz. Şirəni bir gün əvvəldən hazırlayıb qoyuram, onda daha qəşəng olur. Xəmiri üçün 1 stəkan 200 ml stəkanım süd, 150 qram yağ, ərinmiş yağ tökürəm, azca duz əlavə edirəm, 1 çay qaşığı vanil, 1 çay qaşığının 4-dən 1 hissəsini maya, quru maya, 1 yumurtanı bütün, 1 yumurtanın ağını tökürəm, sarısını üzəri üçün ayırıram. 1 çay qaşığı vanil tökürəm, bunları qarışdırıram. Bu da mənim ləpəmdir, hazırladığım ləpə. Yoğurma qabına tökürəm. Nə qədər un götürərsə, o qədər un əlavə edirəm. Çox yumuşaq yox, orta yumuşaqlıqda xəmir yoğururam. $500 qram içlik üçün bu normaldır, bəstlik eləyir. Xəmir artıq qalmır. Tavanı yaxşı yağlayıram. Yağlayıb bir kənara qoyuram. Xəmirimi yarım saat 40 dəqiqə dincəlməyə qoyuram. Dincələndən sonra 12 kündəyə ayırıram. 12 kündəyə ayırıram xəmirləri. 2 dənə böyük kündə tuturam. Biri altı üçün, biri üzəri üçün. Xəmiri yenə də biraz dinləndirirəm. Böyük kündənin birini götürürəm altı üçün. Listin böyüklüyündə açıram. Yağladığım listin içərisinə qoyuram. Kənarlarının artıqlarını kəsib çıxarıram. Bu hissəni yağlayıram. Bunun üstlərinə içlik səpmirəm. Birini də yayıb açıram.
Çünki onda nə alt qapaq qalxmır, nə üst qapaq ayrılmır bişəndə. Ona görə mən hər dəfə belə bişirirəm. Bunları yağlamıram, çünki onsuz da lazımı qədər üzərinə öz normasında yağı tökürəm, yağ aralarına yayılır. Ona görə ehtiyac yoxdur aralarını. Yağlaya da bilərsiniz siz istəsəyiz. Mən yağlamıram. Hamısını səpirəm, içlik yayıram. Yeni də təkrar edirəm, mənim 12 dənə kündəm vardı. Altdakı bir qatada içlik səpmirəm, üstdəki bir qatada içlik səpmirəm. Çəngəllə yaxşı deşirəm qabarmaması üçün. Üzərini yağlayırıq. Yağlayandan sonra lap üst böyük kündəni yayıb salırıq üzərinə. Bu sonuncudur. Kənarlarını yaxşı bastırıram içərisinə. Əlimlə yaxşı bastırıram. Xətkeşlə üzərini çalışıram səliqəli şəkildə kəsim. Paxlavanın yaxşı çıxması üçün üzərini diqqətlə kəsməlisiniz ki, paxlavalarınız gözəl alınsın. Və bu da sizin gördüyünüz kəsim. Burada da bir ədəd yumurtanın sarısı, bir xörək qaşığı süd tökmüşəm. Bunu yaxşı xəmirin üzərinə yedirdəndə paxlavanız parıltılı çıxır. Bunu həmişə yadınızda saxlayın. Özünüzdə görürsünüz necə parıldadır. Bunun hamısını xəmirin üzərinə yedirdim. Gördüyünüz kimi yumurtadan heç bir əsər əlamət qalmadı, amma parıldayır. Bu da üzərinə ayırdığım qoz. Çox gözəl görünür. 120-130 dərəcədə bişirirəm. Üzü bərkiyəndən sonra mən bunu təzədəndən çıxarıb aralarını bıçağı yağa batırıb aralarını kəsirəm. Ki yağ aralarını içərisindən yaxşı keçsin. Bıçağınızı yağa batırsanız kəsmə işlərinizi çəkməzsiniz. Gördüyünüz kimi. Kəsəndən sonra mən bunun üzərinə 250 qram yağ əlavə edirəm. Bütün paxlavaların üzərinin hamısını tökürəm ki, yaxşı yayılsın içərilərinə. Bir də təzədəndən içə qoyuram. Gördüyünüz kimi yağda qəşəng bişir paxlavalarımız. Üzəri qızarır. Yenə də təkrar edirəm, 120-130 dərəcədə bişirirəm mən. Elə daha qəşəng qızarır. Çox gözəl, mükəmməl. Şərbəti də bir gün əvvəldən hazırlayıb saxlamışdım. Onda şərbət daha qəşəng qatı olur. Soyuq şərbəti isti paxlavanın üzərinə gəzdiririk. Bütün aralarına ki, hamısına yayılsın. Bu da bizim paxlavamızın hazır forması, pişmiş halı. Gördüyünüz kimi arasında qəşəng şirələr var.
Qozlar da dişin altında əzilir, çox ləzzətli olur. Mən lap un kimi xırdalamamışdım qozu, sizə əvvəldə göstərmişdim. Və bizim paxlavalarımız. Göz haqqınızı halal edin. Mən özümə çay süzürəm. Bu mənim bayram süfrəmdir. Burada gördüyünüz quru meyvələr, o da mənim öz əl işimdir. Bizim poğaçamızdır. Burada cavalı, şaftalı, ərik qurusudur. Səhifəmdə var. Baxmaq istəsəniz baxa bilərsiniz. Nuş olsun.